Səyyar Asan Xidmət isə bu dəfə Ucardadır. Deməli, Ucarda Heydər Əliyev prospektində vətəndaşlara xidmət göstərirlər. Ümumilikdə 13 dəfə Ucarda xidmət gerçəkləşir və bu dövr ərzində 18.900-dən çox müraciət daxil olub. 2013-cü ildən həyata keçirilən Səyyar Asan Xidmət vasitəsilə ümumilikdə 3.255.000-dən çox, 2025-ci il ərzində isə 145.000-dən çox müraciət daxil olub. Dedilər, Ağsaqqal, gəl girəm, Şəkil çəkdilər, qəşəng məni xidmətlə qəşəng yola saldılar. Gözəl Allah bunları sağ eləsin. Şəxsiyyət vəsiqəmi dəyişməyə gəlmişəm. Asan Xidmət eşitdim gəlib. Təşəkkür edirəm, çox sağ olsunlar, yaxşı xidmət elədilər. 27 noyabr tarixinədək Ucarda fəaliyyət göstərəcək Səyyar Asan avtobusun növbəti dayanacağı Ağsu rayonu olacaq. Ümumilikdə isə Səyyar Asan xidmətin fəaliyyət istiqamətləri ilə bağlı məlumatı rəsmi veb saytımızdan və sosial media hesablarımızdan əldə etmək mümkündür.